Məlumat verdiyimiz kimi prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə aid olduğu iddia olunan paytaxtın Tbilisi prospektində dəyəri 8 milyon dolları olan dəbdəbəli villa satışa çıxarılıb. Məsələ ilə bağlı unikal açıqlama verən Ramiz Mehdiyev deyib ki, villa ona məxsus deyil. Satışa çıxarılan villanın qətiyyən bizimlə əlaqəsi yoxdur. İlk dəfədir sizdən eşidirəm. Bizim satışa çıxarılan villamız yoxdur. Kimə aid olduğunu bilmirəm, deyə o əlavə edib. Qeyd edək ki, Aspolitikaya mötəbər mənbələrdən daxil olan xəbərə görə bu dəbdəbəli və Azərbaycan standartlarına görə kifayət qədər bahalı hesab edilən villa prezident administrasiyasının sabiq rəhbəri və AMIA-nın keçmiş prezidenti Ramiz Mehdiyevə məxsusdur. Tbilisi prospektində 36 sot ərazidə yerləşən bu villanın Mehdiyev yüksək vəzifədə olarkən tikdirdiyi çoxsaylı mülklərdən biri olduğu, indi isə satışa çıxarıldığı qeyd olunur. Bunun Mehdiyevlər ailəsinin maliyyə problemlərindən irəli gəlib-gəlmədiyini deyə bilmərik. Amma bir şey məlum reallıqdır ki, Azərbaycanda iri məmurlar vəzifədən atılan kimi uzun illər qurub yaratdığı ailə biznesləri, biznes imperiyaları da geriləməyə, çat verməyə başlayır. Bu baxımdan Ramiz Mehdiyevin və yaxınlarının da eyni mənzərə ilə özləşdiyini istisna etmək olmaz. Amma təbii ki, Mehdiyevin imkanları, malikanələri bir villa ilə məhdudlaşmır və bu çoxsaylı mülklərin yalnız biridir. Bundan başqa mətbuatda Mehdiyevin bank BTB-də daxil olmaqla böyük biznes şəbəkəsinə malik olduğu haqda çoxsaylı materiallar dərc edilib. Azərbaycanda artıq çoxdandır ki, hansısa iri məmurun bahalı villası 10 milyonlarla, 100 milyonlarla ölçülən varidatı, xaricdəki bank hesabları, biznesləri və sair heç kimi təəccübləndirmir. Bu cür makikanələr, varidat, cəh-cəlal sadəcə Azərbaycanın sərvətlərinin Mehdiyevin və onun kimilərin cibinə axdığı haqda təsəvvürləri daha da gücləndirir. Cəmiyyət isə artıq bunu adi hal norma kimi qəbul edib. Sanki elə bu cür də olmalıdır. Kimsə də onlara gözün üstə qaşın var demir və yəqin ki, yaxın gələcəkdə də deməyəcək. Ancaq buna baxmayaraq maraqlı olan son vaxtlar sabit məmurların Azərbaycandakı malikanələrini, bizneslərini və isə satışa çıxararaq xarici üz tutması, pullarını xaricə çıxarmasıdır. Bu hala kifayət qədər tez-tez rast gəlinir və buna aid çoxsaylı nümunələr var. Belə görünür ki, belələri Azərbaycanda nə özlərinin, nə övladlarının, nə də nəvələrinin gələcəyini görmürlər, əvəzində Avropada, Amerikada Azərbaycandan uğurlanan milyonlarla sakit və qayğısız həyat sürməyə üstünlük verilir.